Herkese salam. Bizim Research Hub podkastına xoş gəlmisiniz. Yenidən bizə qoşulanlara bir daha salam. Yeni gələn dinləyicilərimizə özümüzü təqdim edək. Biz Research Hub icması olaraq research araşdırma sahəsində olan çətinliklər, maraqlı mövzulardan danışırıq və mənim adım Ruxsara Babayevadır. Bugünkü host mənəm və mənim burada qonaqlarım var. Bugün biz sizlə danışmaq istədiyimiz əsas mövzu hər bir researcheri düşündürən və hər bir araşdırmaçını etməli olduğu və düşünməli olduğu mövzumuz var ki, data-driven müştəri davranışı, yəni data əsaslı müştəri davranışının analizi hazırda araşdırma faktoru necə dəyişir və necə təsir edir. Biz bugün bundan danışacağıq və burada sizə qonaqlarımızı təqdim eləmək istəyirəm. Kənan Həsənov, ERA araşdırma şirkətinin research direktoru və həm də deputy director və Emil Ağayev, Emil Azərstel şirkətinin araşdırmaçısıdır və onlar indi hər biri özləri təqdim eləyəcəklər. Buyurun, qısaca özünüz haqqınızda məlumat verin, zəhmət olmasa. Emil, buyurun, sizdən başlayın. Siz təqdim eləyin. Mən Emil Ağarzayev, Azərstel şirkətində bazar araşdırmaları üzrə ekspert olaraq hal-hazırda fəaliyyət göstərirəm. Artıq 7 ildir ki, Azərbaycanda araşdırma sahəsindəyəm. İlk təcrübəm bir araşdırma şirkətində bu sahəyə başlamışam. Müxtəlif sektorlarda araşdırmalar etmişəm, amma son 4 ilim artıq telekom sahəsi ilə əlaqəli olduğu üçün bu sahədə daha çox təcrübəyə sahibəm. Bu qədər. Emil, sizə mənim bir dənə xüsusi sualım var. Sizi ümumiyyətlə araşdırmada nə cəlb elədi araşdırma sahəsində başlamaq üçün? Necə oldu ki, araşdırma sahəsinə başladınız? Bu bizim üçün, yəqin bizim yeni başlayan dinləyicilərimiz üçün də maraqlı ola bilər ki, niyə araşdırma sahəsinə gəldiniz? Əslində, belə deyək, mən universitet təhsilindən öncə də biraz sorğulayan kişiliyə sahib olmuşam. Yəni, hər şeyə sual vermək, hər şeyi öyrənmək həvəsim olub. Amma bu dönəmdə təbii ki, araşdırma, marketinq araşdırmalarını bir kənara qoyaq. Marketinqin nə olduğunu hətta o dönəm bilməmişəm. Amma bakalavr təhsilim bitəndən sonra mən magistr təhsili üçün Türkiyəyə yollandım. Bizim orada marketinq proqramı daxilində sırf research, akademik research dərsimiz var idi və burada müştəri davranışlarını necə öyrənmək olar, necə yanaşmaq olar, insightları necə çıxartmaq olar, bunun akademik tərəfinin təhsilini aldıqdan sonra özümü bu sahəyə daha maraqlı gördüm və daha sonra Azərbaycanda araşdırdım ki, bu sahə, mən təhsili bitirib qayıdan dövrdə ümumiyyətlə var imiş research, amma çox aktual deyildi. Çünki həmin dönəmlərdə biraz digital, SMM, bu sahələr daha aktual mövzular idi. Ümumiyyətlə, research'a maraqlı olan bir şəxs çevrəmdə də yox idi. Yəni, belə bir şirkətin fəaliyyət göstərdiyini də bilmirdim, belə bir sektorun olduğunu da bilmirdim. Türkiyədə olduğunu bilirdim, çünki orada prosesin içində də olmuşam, hətta məndən sorğu da icra ediblər, götürüblər. Gəldim, başladım araşdırmağa, gördüm, yenə araşdırmaq, belə deyək, xüsusiyyəti, xarakterim ortaya çıxdı. Araşdırma sahəsini araşdırdınız. Eynən. Gördüm bu sahədə nəsə həm kadr çatışmazlığı var, həm də ehtiyac var bir tərəfdə. Başladım, təsadüfən, yəni cəhdim də belə olub ki, yəni heç vakansiya olmayan bir şirkətdə təsadüfən yazmışam ki, bu sahədə işləmək istəyirəm, sizin kadra ehtiyacınız varmı? O formada research hekayəm Azərbaycanda 2019-cu ildə başladı. Çox sağ olun, Emil. Kənan, əslində bizim əvvəlki podkastlarımızda bizim bərabər podkastımız olubdu, amma yeni qoşulan dinləyicilərimiz üçün qısaca özünüzü təqdim eləyin. Tamam, çox sağ olun. Salamlayıram bir daha hər kəsi. Deməli, research sahəsində mən 2012-dənəm, 2012-ci ildə tələbə illərindən Azərbaycana təhsil aldığım vaxtlardandır. 2013-də, 15-də mən İngiltərəyə getdim, oxudum. Orada da yenə də IT-nin idarə edilməsini oxusam da daha çox research və business intelligence bu sahədə dərslər götürdüm, modullar götürdüm və s. ki, bu tərəfdən daha da təkmilləşdirim işlərimi. Və oradan qayıdandan sonra artıq ERA-da bütün belə deyim, sorğu götürəndən supervisor'a qədər
project managerə qədər və yaxud da yəni deputy director'a qədər çıxmışam. Yəni direktor müavininə qədər gəlib çıxmışam. Yəni belə deyim, research-ün A-dən Z-yə qədər bütün mərhələlərindən keçmişəm və hamıya tövsiyə edə bilərəm ki, əgər kimsə maraqlanmayıbsa hələ bu sahə ilə, mütləq maraqlanmalıdır. Çünki marketinqin fundamenti research-dən gəlir, yəni araşdırmadan gəlir. Əla, Bunları təşəkkür edirəm. bilməsək, hə. Əslində bugün çox maraqlı mövzudan danışacağıq. Elə sizin təhsiliniz IT sahəsində olubdu və data ilə bugünkü gündə datanın araşdırmada oynadığı rol və kömək elədiyi rol daha çox deyə bilərik. Bundan danışacağıq ki, biz data üzərindən müştəri davranışını necə analiz edə bilərik və niyə eləməliyik biz bunu? Çünki indiyə qədər çox maraqlıdır ki, indiyə qədər araşdırma deyəndə hamı surveylərdən danışır, fokus qruplardan danışırdı və yaxud da intervyular, discovery intervyuları və yaxud da müştəri ilə danışmaqdan gedirdisə, İndi araşdırma deyəndə bura həm də data analiz nəzərdə tutulur. Hətta ayrıca pozisyonlar da var ki, yeni pozisiyalar açılır ki, research analyst lazımdır. Hansı ki, sırf consumer behavior-ı, yəni müştərinin davranışını data üzərindən analiz edib patternləri çıxartmaq üçün. Və mənə maraqlıdır ki, sizcə niyə bu qədər böyüdü və niyə bu datanın rolu bugünkü gündə marketing research-də bu qədər belə vacib rola malikdir? Məncə ki, suallar əsas siz başlayın, mən davamını gətirəcəm. Yəni кейslərin davamını gətirəcəm. Əslində data sadəcə marketinq tərəfində deyil, demək olar ki, bütün sahədə son dövrlər aktuallaşdı. Bu tip sahəsindən tutmuş, belə deyək, energetika olsun, digər dövlət qurumları artıq dataya maraqlanır. Amma marketinq tərəfdə niyə daha aktual oldu? Çünki əvvəllər bir növ fərziyyəyə əsaslanan qərarlar verilirdisə, intuisiyaya əsaslanan qərarlar verilirsə, sonra baxıldı və görüldü ki, yox, əslində müəyyən davranışlar var, müştərilərin müəyyən addımları var, şirkətə qarşı qavrayışlı perceptionları var, bundan əlavə müəyyən qəliblər, istifadə qəlibləri var və bunlar bəzi hallarda onların dilə gətirdikləri, səsləndirdikləri cavablarla üst-üstə düşür, bəzi hallarda üst-üstə düşmür. Bu nöqteyi nəzərdən artıq datanın, yəni necə datanın, daxili datanın, müştəri datasının, istifadəyə əsaslanan datanın önəmi artdı. Çünki surveylərdən çıxan nəticə biz tam inkar da edə bilmərik, deyə bilmərik ki, o data tam uyğunsuz datadır. Davranışa əsaslı datanı da tam deyə bilmirik ki, tam bizim üçün insight verir. Amma hər ikisinin merge olduğu zaman ortaya, belə deyək, wow bir nəticə çıxır. Bu səbəblə artıq şirkətlər, hətta şirkətin daxilində bəzi hallarda kiçik departamentlər belə dataya xüsusi önəm verməyə başladılar. Hər şöbədə, hətta bəzi hallarda dediyiniz kimi analitiklər oldu. Bu finansdan tutmuş, HR analitikasına qədər irəlilədi. Artıq HR komandalarında performans evaluation eləyən analitiklər işə cəlb olundu. Amma mənə elə gəlir ki, datanın ən çox çörəyini yeyən sektor marketinq sektoru oldu. Çünki bir növ rəhbərliyə proof lazım idi, sübut lazım idi müəyyən qərar vermək üçün və o qərarın sübutunu artıq bu tip datalarla, analizlərlə və hər iki metodologiya, yəni daxili data, xarici data, yəni surveylərdən gələn datanı merge etməklə ortaya gözəl bir məhsul çıxartdılar. Emil, əslində yaxşı bir dənə məqama toxundunuz ki, müştərinin dediyi ilə elədiyi bir çox hallarda üst-üstə düşmür. Və müştərinin dediyi, misal üçün deyək ki, bizə sorğularda dediyi bir məqam olur və sonra onun datasını match edib baxdıqda görürük ki, onun davranışını tamamilə fərqli bir pattern görürük. Bu çox vacibdir əslində bunu anlamaq ki, surveylərdə insanlar danışdıqları məqamlar, mövzular onların perceptionlarıdır. Yəni müştəri vacib deyil ki, bunu gələcəkdə edəcək, 100% edəcəkmi? Bəzən olur, bizdə stakeholderdan ehtiyac gəlir ki, soruşun, görün bunu istəyəcək, istəməyəcək. Misal üçün deyirəm.
Və biz bu müştəridən bu sualı direkt soruşa bilmirik ki, sən bunu alacaqsan yoxsa almayacaqsan, xoşuna gələcək bu feature yoxsa xoşuna gəlməyəcək, düzdür? Yəni bu müştəri bu anda, bu məqamda nə hiss eləyirsə, məlumatı necə qavrayırsa, ona əsasən cavablandırır. Və biz onu data üzərindən, onun əməliyyatlarına uyğun olaraq, davranışına, xərclədiyi məbləğlərə uyğun olaraq müəyyən patternlər çıxardırıq. Dediyiniz kimi, müəyyən patternlər üzərində segmentlərə bölüb, klasterlara bölüb və artıq hazır suallarla onlara yanaşa bilərik ki, konkret olaraq biz bilirik ki, sən özünü belə aparırsan və sənə aid Bəli. suallarımız budur. Əvvələn siz dediyiniz nüans çox aktual idi, necə? Suallar ümumi hər kəsə verilirdi və orada artıq ümumi cavabların gəlmə ehtimalı da daha çox idi. Amma indi segmentləşdirildiyi zaman müəyyən baza, artıq davranışı bilirik, hansı sualları verəcəyimizi biliriksə, orada bizim datadan aşkarlaya bilmədiyimiz cavabları alma ehtimalımız daha çoxdur. Amma bir də burada mənim ümumiyyətlə gördüyüm nədir? İnsanlar niyə surveydə başqa cavab verir, sonra davranışda başqa cavab verir? Satın alma qərarı verən zaman o periodda çoxlu təsir edən faktorlar var. Surveydə almaram deyən şəxsin realda gedib həmin məhsulu, həmin xidməti aldığını, yəni bizdən öncəki nəsil də artıq bunu görüb və biz də bunu görürük. Bunu artıq o anki psixolojik durumun nə ilə qaynaqlanır? Biz onu sual versək belə hələ də tam çözə bilmirik. Yəni research hələ də tam o beynin içərisinə daxil olub o qərar vermə anındakı situasiyanı izah edə MRT bilmir. ilə sorğulara daxil olmalı olacaq. Beynin hansı mərhələsində işıqlar yandı və hərf action baş verdi, onu baxacaq. Mən bir misal gətirə bilərəm. Əsas bu home vizitlərdə olur. Deməli, adam segment ortadan aşağı segmentdir və biz gedirik şampunlarına baxmağa. Yəni baxırıq ki, evdə nə şampun istifadə edir və s. Anketdə bizə deyir ki, məsələn, bu şampundan istifadə edirəm. Bu da normaldır o segment üçün. Evə gedəndə ən bahalı, nə bilim, firmenli şampun nə varsa hamısını alıb qoyurlar. Hamam. Və stolun üstündə də, yəni İtaliyanın, Sorini və s. ən bahalı nə şokolad görmüşüksə, yəni kilosu az qalsın 100 manat olar. Stolun üstündə də onlardandır. Və soruşur ki, sizin evinizlə bu istifadə etdiyiniz uyğun gəlmir. Deyir, bu qonaqlar üçündür. Yəni bu özəl. Cultural məsələdir. Məncə bu cultural bias. Yəni insanlar confirmation axtarır. Yəni qarşılarındakı kimi olmağa çalışırlar deyə bir çox hallarda surveylərdə də bunu hiss edirik ki, bizə cavab verəndə xoşumuza gəlməyə çalışırlar. Yəni nədənsə hətta məmnun deyillərsə belə, istifadəni azaldıblarsa belə, pis deməkdən bir növ çəkinirlər və sanki bizim xətrimizə dəymək istəmirlər. Və bu da normaldır. Əslində bu şüuraltı insanlar çünki digərləri kimi olmağa çalışırlar və bir növ kütlədən geri qalmamaq üçün yeganə bir növ negativ deyən olmaq istəmirlər. Və bu da normaldır. Amma biz bunu data üzərində görəndə bu bizə həqiqətən analizlərdə kömək eləyir ki, deyək ki, baxırıq ki, bu hansı tezlikdə transaksiyonlarını eləyir və ümumiyyətlə data deyəndə researcher üçün hansı növ data maraqlı ola bilər, hara fokuslana bilər researcher. Bundan da biraz danışmaq istəyirdim ki, data böyükdür. Bu çoxdur. Yəni 1000 cürə data var, onun financial revenue'sundan tutmuş, sales'indən tutmuş, churn date'inə qədər, onun elədiyi transaction count'lara qədər var. Researcher olaraq biz burada davranış analiz eləyəndə, misal üçün, hansı növ dataya baxmalıyıq? Bizə hansı növ data kömək eləyə bilər ki, bir növ özümüzü itirməyək də, big datanın içində o data pool'a düşüb özümüzü itirməyək. Belə deyə bilərəm ki, adətən bu indiki mərhələdə böyük şirkətlərdən əgər söz gedirsə, burada daxili komandalarda artıq bu struktur bölgüsü olduğu zaman siqnalı onlar öz datalarında, yəni baxır müştəri sayında azalma var. Hansısa bir segmentdə bir şirkətin deyək ki, 5 segmentə ayırıbsa, öz bütün müştərilər 5 core segment varsa, hansısa bir segmentdə bir neçə siqnal verə bilən nüans var. Ya revenue düşüşü var, gəlir düşüşü və yaxud da ARPU düşüşü deyək, ya müştəri sayında düşüş var.
və yaxud da istifadə sayı, müştəri sayı eynidir, amma əvvəlki qədər məhsul almır. Məhsul alır, amma alış sayı azalır. Bu artıq bütün sektorlar üçün əslində önəmlidir. Və yaxud da aplikasiya üzərindən keçsək, deyə bilərik ki, bir periodda çox böyük sayda müştəri istifadəçi sayımız olur, amma hansısa bir zaman gəlir, o zaman da user sayımız azalır, istifadəçi sayımız azalır. Yəni bu tip rəqəmləri artıq Mavdaular, monthly active user'lar, eyni, daily active user'larımız eyni. düşür. Bunlar artıq siqnal yaratdığı zaman bunu əslində bir researcher deyil də, dediyim kimi o produktun owneri, o məhsulun sahibi o siqnalı görüb bizə müraciət edir ki, problemi araşdıraq. Bəli. Amma bəzi hallarda research şöbənin özünün də həmin datalara əksəsi olduğu üçün əvvəlcədən siqnalı görüb müraciət edə bilər ki, burada belə bir rəqəmlərdə düşüş var. Sizin üçün lazımdırsa, gəlin X regionda müştəri istifadəçi sayımızda azalma var. Gəlin araşdıraq görək niyə azalıb, həmin zonada nə baş verir. Budur, Yəni- Emil. Əslində mənim dediyim data üzərində analiz sizin bax bu yaxşı mövzudur. Çünki bir çox hallarda komandalar elə bölünür ki, okey, produkt sahibi deyir ki, məndə filan şey düşüb. Bu siqnaldır. Okey, bu performans deyil də, bu siqnaldır. Və researcher artıq onu research'a başlamazdan əvvəl və bir çox hallarda necə olur da product owner'dan və yaxud da stakeholder'dan siqnal gəlir ki, filan şey düşübdür, qalxıbdır, nə bilim, nəsə dəyişibdir. Biz burada nə edək? Researcher həmən anda, yəni sualları hazırlamazdan əvvəl və yaxud da research'a başlamazdan əvvəl dərhal müştəriyə zəng edib suallarını verməzdən əvvəl dataya baxmalıdır. Yəni onlara geri dönüb bir növ data challenge eləməlidir ki, okey, gəlin biz bunun misal üçün rayonlar üzrə bölgüsünə baxaq, yaş, cins, transaction type-ına görə və yaxud da hansı mağazalarda ödənişlər etdiyinə görə, nə bilim frequency-yə görə hətta əvvəl nə qədər edirdi, indi nə qədər edir və yaxud da click rate-ə görəmi ola bilər əgər bu digital məhsuldursa və s. digər metrikalar üzrə researcher bu datanı istəməlidir. Yəni researcher bu datanı alır və müəyyən segmentlər bölünür. Baxın, burada segmentasiya da vacibdir. Çünki segmentasiyanı etməsək data üzərində bizim hazırladığımız həmin o araşdırma sualları çox general olacaq. Və ümumi bazaya zəng eləyib və yaxud da onlayn bir survey göndərəndə standart sualları verdikdə sonra bir növ o patternləri görə bilmirik. Researcher o patternləri görə bilməyəcək. Amma data analizindən segmentlərə bölüb siz davranış olaraq deyirsiniz ki, segment A budur. Bu tezlikdə transaksiyalar eləyir, bu mağazalarda alış-veriş eləyir, nə bilim, bu volumda eləyir və s. CLV-si budur və s. Sizin artıq ona hazırladığınız suallar hazır olur. Yəni siz ona uyğun olan sualları verirsiniz və daha точечно, belə daha dəqiq suallar verməklə nəticəni ala bilirsiniz. Çünki bəzən olur ki, bu data analizi etmədən research'a başlayanda hansı ki biz onu datadan çıxarda bilərdik, o suallarda sorğuda soruşuruq və vaxt itiririk. Right? Vaxt itiririk, plus effort sərf eləyirik, plus onun analizinə vaxtımız gedir. Hansı ki o çox sadə şəkildə datadan çıxa bilərdi. Təbii ki, tam razıyam sizinlə. Çünki ümumi düşüş olan və yaxud da hansısa o siqnalı görəndən sonra onu kiçik segmentlərə ayırmasaq, bəlkə də orada elə bir segment var ki, ümumiyyətlə onlarla survey etməyə ehtiyac yoxdur. Çünki payı çox azdır. Yəni seçəcəyimiz sample belə, hətta o segmentin reprezentativliyinə uyğun olmalıdır ki, ola bilər ki, çox böyük həcmdə bir segment var, həmin o düşüş olan bazada. O segmenti biz təsadüfən nömrə bazasından exclude eləmiş ola bilərik. Yəni seçəcəyimiz o zəng üçün siyahı seçəcəyik. Heç bir analiz etmədən random nömrə götürsək, bəlkə də heç o segmentin təmsil edən şəxslərin 1-2 nəfərindən gedib sorğu keçirib insight alacaq və bu ümumiyyətlə heç yararsız bir nəticə olacaq. Digər segmentlərə yüklənmə olacaq. Bu səbəbdən bəli, öncəki analizlər mütləq vacibdir. Çünki ola bilər premium segment var orada, onlara tamamilə fərqli bir yanaşma olmalıdır. Onlara başqa suallar verməliyik. Nəinki alt segmentə. Onların çünki
aylıq bizə verdiyi qazanc, gəlir, revenue tamam fərqlidir. Biz onlara general sual versək, təbii ki, alacağımız insight mənasız olacaq. Amma targeted bir yanaşma olsa, o da ki analizə dayanır, onda daha biraz öncə vurğuladığınız, yəni cavabını bildiyimiz sualı verməyimizə ehtiyac yoxdur. Burada əgər cəmləsək dedikləriniz, belə bir şey ortaya çıxır ki, hər şirkətə ya data analitik lazımdır, yaxşı, və ya researcher lazımdır. Çünki misal üçün marketinqin onsuz da o qədər taskları var ki, öz işləri içində bu dərinliyə heç vaxt getmirlər. Yəni bunun üçün artıq gərək o data ilə oynaya bilən, o datanı vizuallaşdıra bilən, manipulyasiya eləməyi bacara bilən adam lazımdır. Və plus bu datalar artıq product-based analiz olmalıdır. Yəni marketinq tək öz, deyək ki, marketinq kampaniyalarının konversiyalara baxır, click rate-lərə baxır və s. digər datalarını. O daha çox bir növ customer journey üzərindən baxsaq, marketinqin oradakı data analizi awareness hissəsində, consideration hissəsində çox vacibdir də, oradan gəlib çatana kimi. Növbəti etaplarda, misal üçün journey-nin üzərindən elə getsək, journey mappingdə analiz üçün bizə data niyə vacibdir? Biz müştərinin həmin o məhsulun bütün life cycle-ında, məhsulla yaşadığı dövrdə nələr elədiyini çox yaxşı görə bilirik. Yəni bütün o məhsulla bağlı olan interaksiyonlarda data üzərindən görüb analiz edib məhsulla bağlı məhz və oradan hətta segment-based segmentasiyanı eləyib və yaxud da çox yaxşı kohort analizlər etmək olar. Yəni kohort analiz dediyimiz müəyyən bir qrupu götürüb müəyyən dövrdə bir hərəkət eləyib, ondan əvvəlki dövr və sonraki dövrü analiz edib patternlər çıxartmaq olar. Misal üçün bu da bir analiz texnikalarından biridir, datanın üzərindən getsək. Journey mapping vacibdir, yəni datanın analizi üçün. O dediyimiz kimi marketinqin öz analizləri var, o ilkin etaplarda olur, sonraki etaplarda nələr keçirsə və eyni ilə də həmin o, misal üçün segmentasiyada datanı elədik və sonra müştərini başa düşmək istəyirik ki, bu kimdir? Biz görürük ki, bu tip davranışı var və ona artıq biz onun dəyərləri ilə bağlı, həyat tərzi ilə bağlı, psixoqrafik suallarla bağlı sorğu keçirib, onu hətta psixoqrafik segmentasiya da eləyə bilərik. Son dönəmlərdə bunu çox vaxt user persona ilə səhv salırlar. Bu ayrı mövzudur. Məncə bu user persona ilə psixoqrafik segmentasiyanın mövzusu fərqlidir və onu toxunmaq istəyirəm ki, misal üçün user persona data analizə əsaslanmır. Yəni arxasında data analizə əsaslanmır davranışa. Amma psixoqrafik segmentasiya məhz müştərinin sizin məhsulla olan və ya da şirkətlə olan interaksiyonlarında davranışa əsaslanır. Həmin o davranış əsaslı segmentasiyadır. Bəli, yəni misal üçün case üzərindən getsək, mənə maraqlıdır ki, sizin təcrübənizdə belə bir case olubmu ki, indiyə qədər siz məhz data əvvəlcə research-ə başlamamışdan əvvəl, deyək ki, sizə bir research test gəldi, nəyisə öyrənməyə ehtiyac var. Siz dediniz ki, yox, gəlin birinci bunun data analizini eləyək, baxaq hansı davranışlar var. Ondan sonra research edək və müəyyən bir effekt, daha böyük effekt əldə elədiniz. Elə hal-hazırda çalışdığım Azercell şirkətində bu formada davam edirik. Yəni request gəlir, request gəldikdən sonra biz ümumiyyətlə bazanın bütün o belə deyək, siqnal olan segmenti ələ alırıq. Əvvəlcə analiz edirik ki, biz ümumiyyətlə nə soruşmalıyıq? Okey, düşüş var və yaxud da artım var. Bu artımın gəlmə reasonlarına az çox əvvəlcədən baxırıq və bazarı da biz sadəcə burada data analiz və belə deyək, survey keçirilmir. Eyni zamanda da bazarın öz tendensiyası da analiz olunur ki, digər tərəflərdə nə baş verir, ekonomik olaraq nə baş verir, telekom sektorunda nələr dəyişir, bunun real təsiri varmı bu düşüşdə? Çünki bəzən churn-də siz də yaxşı bilirsiniz, kapitalda bankda da yəqin ki, bu istifadə olunur. Təbii churn var. Yes. Onun təbii ekonomik faktorları da var da. Yəni bazarda olan bahalaşma, ümumiyyətlə digər sahələrdəki ekonomik bahalaşmalar bu sahədəki düşüşə təsir edirmi? Telekommunikasiyadan kənar bir sektorda gələn yeni bir hansısa xidmət
bizim hal-hazırda misal üçün data usage azaldırmı? Bu Hı analizləri biz hı. baxırıq, amma yenə də proof lazım olduğu üçün, o hansı ki girişdə danışdıq, biz yenə də müəyyən suallarla həmin segmenti təsdiqləmək üçün bir daha verə bilirik ki, sizin Düzdür. data istifadəniz azalıb məsələn bu Hı hı. segmentdə. Səbəb nələrdir? Təbii ki, o əslində bizim əvvəlcədən fərz etdiyimiz, hipotez olaraq düşündüyümüz кейslərin çıxma ehtimalı çoxdur, amma nə qədər çıxacağını artıq surveydən sonra görürük ki, top 3-də hansı daha önəmlidir, daha zəifdir. Biz bilirik ki, bu 4 faktorun çıxma ehtimalı çoxdur, amma hansı top 3-dədir, top 1-dədir, top 2-dədir, onu artıq survey tərəfində əldə edə bilirik. Amma mütləq Hı. şəkildə bütün researchlərə başlamadan öncə müəyyən analizlərimiz olur. Deyək ki, onların nə qədər top-up eləyirlər, nə qədər sıxlıqla bizdən məhsul alırlar, nə qədər loyaldılar. Bəlkə də həmin adamları ümumiyyətlə surveydən biz exclude edirik ki, vaxtımız getməsin həmin şəxslərə. Ona görə indi sırf research proyekt olaraq deyə bilmirəm, çünki bu biraz konfidensial məlumatlar olacaq bizim üçün, amma demək olar ki, bütün layihələrimizdə datanı əvvəl özümüz daxili analiz edirik. Bəlkə də həmin siqnalın düzgün olub-olmadığını da yoxlayırıq. Bəlkə də düzgün yanaşmayıblar, datada bir səhvlik də ola bilər. Bəli. Realdırsa, ondan sonra survey ehtiyacı varsa keçirik. Çünki bəzən, bəlkə siz də bunun şahid olmusunuz, research funksiyası son zamanlar çox aktual olduğu üçün böyük şirkətlərdə də bəzən daxili şöbələr sırf research olsun deyə research request edirlər. Ki, yəni Yes. bizim əlimizdə nəsə bir survey olsun. Research Biz onu xətrinə bir istifadə research edək. edənlər də var. Var. Mən çox qarşılaşmışam. Bəzən sadəcə əllərində bir material olması üçün yanaşanlar var. Hətta research'ın insightlarını səthi olan bir segmentdə var. Yəni mən bazarı da artıq o daxili klientlər də o segmentlərə ayırmışam ki, research insight'a önəm verən segment var. Orta yanaşan Oradan gələn səsləri prioritetləşdirirsiniz də. O research'ə önəm verən stakeholder'dan gələn səslər prioritetdir. Düzdür, bu çox yaxşı məqamdır. Research'ə önəmdir və yaxud da research'ın interpretasiyasıdır. Hətta hipotezlərdən danışdınız. Yəni müəyyən hipotezlərin qurulmasında bu data analiz böyük rol oynayır. Çünki biri var ki, öz assumptionlarımız olur. Deyək ki, PO deyir ki, mən elə gəlir ki, burada belə bir şey var. Bu ola bilər. Amma əgər o datasını analiz eləyib və hipotezlərini qurub artıq research'ə gəlirsə, bu çox professional yanaşmadır ki, o çox ideal yanaşmadır. Da, bu bizim üçün belə arzuladığımız environment'dır. Hansında ki, ən ideal müştəri tipidir o bizim üçün. Müştəri bizə research'ə gələndə deyək ki, bu məhsul sahibi ola bilər, digər stakeholderlar ola bilər. Öz analizlərini eləyib, hipotezlərini qurub və gəlib bizə o hipotezlərlə ki, bunu təsdiqləmək istəyirik, yoxsa reject etmək istəyirik. Bu ideal кейsdir və təəssüf ki, biz ideal dünyada yaşamırıq və bir çox hallarda Əslində bir iş yükünü də azaltmış olur researcher üçün. Bəli. Bir çox hallarda data analiz olmadan research'ə gəlir tasklar və researcher vaxtını sərf eləyir həmin o analizləri etməyə və sonda da baxırıq ki, bəlkə də bəzi hallarda heç research'ə ehtiyacı yox idi. Bəlkə də heç orada research'ın olmamasına ehtiyac var idi. Burada əslində həmin bu research'ın necə aparılacağını sxemini qura bilərik. Misal üçün, birinci addım nə ola bilər, ikinci addım nə ola bilər? Çünki niyə görə bunu deyirəm? Adətən bu tip researchlərdə kvalitativ, yəni keyfiyyət araşdırmalarını çox vaxt istəmirlər. Hamı deyir, bizə data verin və bu data Validasiya. Çünki hər kəs öz fikrinin, o assumption'ın validation'ı axtarır. Və data üzərindən var. Misal üçün, onlar üçün 10 nəfərin qualitative research olaraq, qualitative interviewlarda dediyi o insightlar, o deyir ki, bəzən olur ki, bu eşidirəm ki, 10 nəfərin fikri bizə nə verəcək? Yəni, mənim assumptionlarımı validasiya eləmir. Amma o validasiyanı data üzərindən etmiş olsaydı və başa düşsəydi ki, okey, data üzərində bu var, bu təsdiq, quantitative təsdiq var. Mən gedim bunun deep dive insight'ını öyrənim ki, bu adamlar özünü niyə belə aparır, misal üçün. Loru dilinə desək, bu insanların ehtiyacı nədir, gözləntiləri nədir, emosional bariyerləri nədir və yaxud da emosional driverləri nədir? Gəlin biz buna fokuslanaq. Bu həmin o məhsul komandasına daha çox insight verir. Nəinki
eyni sualları biz 100 nəfər arasında, 200 nəfər arasında sorğu keçirib təsdiqləməyimiz. Tamamilə razı. Kənan, mən sizi Hətta böldüm çox, sonra fikriniz yarımçıq metodolojik qaldı. olaraq əslində Yox. elə birinci kvalitativ icra olunmalıdır. Sadəcə bizim Azərbaycan biznes mühitini nəzərə alanda bunun üçün çox vaxt nə vaxt olur, nə zaman olur. Çünki kvalitativ icra olunmalıdır, oradan insight Bəli. çıxarılmalıdır. Sonra o ölçülmək üçün həmin o Yes. anketə o insightlar O da ideal dünyada olan bir şeydir. akademik tərəfdə icra olunur bu. Çünki Yes. orada sübut tam istənilir. Amma biznes mühitində daim indi agile strukturlar tətbiq olunur, Scrum Masterlar var. Hər kəs Yes. istəyir ki, hər şey tez olsun, amma sadəcə girişdə də danışdığımız kimi, sadəcə surveydən çıxan nəticəyə də inanmaq hər zaman olmur. Hətta nəzərə alsaq ki, orada margin of errorlarımız var. Yes. Plus minus indi o nə qədərdirsə, Bəli, sizin bəli, sample bəli. size-a görə təsir eləyir. Kimi zaman bu margin of error 5-10% arasında dəyişir. Düşünün hansı bir nəticə 40%dir. Margin of error-da burada bir 8%lik varsa 32% ya da 48% ola bilər həmin cavab. Yes. Yes. Düzdür. Okey. Eee, Bəs bu yeni texnologiyalar var. Elə məncə əsas orada gedək, ondan sonra ucu yekunlaşdırarıq. Bu web scraping deyirlər, sonra sentiment analiz deyirlər. Bunları necə istifadə edirsiniz ümumiyyətlə işlərdə yoxsa? Bəli, biz Hal-hazırda sentiment analizdən mənmi yoxsa Rüxsar xanımı? Fərq etməz. elə hər ikimiz. Var, yes. Siz başlayın, mən davam edeyim. Hər ikimiz. Bizdə yəni bank sektoru olaraq biz çox data driven əslində. Son vaxtlar data üzərindən hər şey qərar verilir. Bəzən data təmiz olmaya bilər. Bu risk də var əslində. Data ilə işləyəndə datanın təmizliyi məsələsi var. Nömrələrin, telefon nömrələrinin falan aktuallıq məsələsi də var. Amma data üzərindən bizim qurduğumuz o sentiment analiz, misal üçün, sentiment analiz çox vacibdir. Bunu biz həm marketinqdə istifadə edirik, deyək ki, social media listenerlarda olan sentiment analiz var. Bir də bizim surveylərdəki feedbacklərin sentiment analizi var. Biz onu hətta AI modellə qurmuşuq. Və AI modellə artıq müştərilərdən gələn feedbacklər bir növ pozitiv, negativ və neytral olaraq sentiment qruplara bölünür. Və biz başa düşürük ki, bizə daha çox negativ feedback mi gəlir, yoxsa pozitiv feedback mi gəlir? Bundan əlavə AI modellər çox istifadə olunur. Deyək ki, datanın analizində və yaxud da data prediction modellərin qurulmasında. Biz hətta research-ü istifadə eləmişdik ki, müəyyən bir prediction modelinin qurulmasında datanın validasiya olunması üçün research da istifadə olunur. Deyək ki, müəyyən bir AI model və yaxud da elə data modeli olsun, vacib deyil ki, AI olsun. O model prediction edir və biz o predictionları təsdiqləmək üçün müəyyən bir research edirik və validasiyanı keçirdirik ki, okey, bu düzdür, bu model düz işləyir və yaxud da harda dəyişikliklərə ehtiyac var. Bundan istifadə edirik, bəli. Sizdə Emil necə? Bizim tərəfdə biz hal-hazırda sentiment, mən əvvəllər istifadə eləmişəm, amma hələ ki girişdə də danışdığımız kimi bizdə struktur hələ təzə qurulur, komanda böyüyür, yəni o yükün götürülməsi üçün hələ ki tam resurs yox idi. Amma sentiment analizi biz də icra eləmişik. Hal-hazırda icra olunur başqa şöbə tərəfindən, amma bu təbii ki research-ün skopunda olan bir iş olduğu üçün. Niyə? Çünki Rüxsar xanım da təsdiqləyir. Research həmişə bir şirkətdə ən neytral zonada duran strukturdur. Niyə? Məsələn, produktun altında olduğu zaman research o tərəfdə pozitivə tərəf getmə ehtimalı var. Gedir deyə demirəm, amma Təsir altına düşür. Təsirə düşür. Yəni digər tərəfdə olduğu, məsələn, markomda olduğu zaman oranın təsirinə düşmə ehtimalı, amma tam neytral olduğu zaman pisi də yaxşını da deməyə artıq belə deyək, hüququ çatır. Bunu biz necə edirik? Okey, hər bir şirkətin markom strategiyası var və müəyyən kommunikasiya qurulur, amma həmin postun altında insanlar nə düşünür? Buna ən yaxşı research komanda çıxarıb verə bilər. Çünki heç bir manipulyasiyaya ehtiyac olmur. Sentiment analizi edirik,
müsbət, mənfi rəyləri. Sadəcə burada bizim qarşılaşdığımız bəzi çətinliklər var. Bilmirəm, indi Rüxsar xanımın istifadə etdiyi tool tam Azərbaycan dilində olan rəyləri skrap eləyə bilir, yoxsa yox. Azərbaycan dilinin çətinliyindən o qısa yazılmaları məsələn çox Bəli. O böyük problemdir. Data cleaning məsələsində bizə çox böyük vaxt sərf etdirir ki, bunu açaq ki, o AI tool başa düşsün bu nə deməkdir. Bəzi hallarda müştəri gəlir bizim brendin altında, bu telekomla bağlı deyil, elə ümumi brend üzrə deyək. Bizim brendin altında rəqib brendi tərifləyir. Başqa brend, düzdür. AI tool bunu artıq necə görür? Elə bilir ki, bizim brend üçün müsbət. Çünki orada bad word yoxdur, yaxşı fikirləri var. Bunların hamısı cleaningdən keçməlidir. Əslində biz müəyyən precision faizi qalır onsuz da. Biz burada 100% dəqiqlik gözləmirik bu modellərdə və yaxud da texnologiyadan 100% o AI-lardan 100% dəqiqlik hələ ala bilmirik. Müəyyən dəqiqlik misal üçün 70-80%lərdə belə bu bizim işimizi çox asanlaşdırır. Hətta open text analizdə dəqiqlik ala bilmirik, tam dəqiqlik. Çünki Azərbaycan dili problemi var. Bir çox modellər Azərbaycan dilindən işləmir və biz onu özümüz treyn edirik. Özümüz öyrədirik modeli ki, Azərbaycan dilində bu variantlar olarsa bu label olur, belə kateqoriyalar olur. Ən yaralı yerimiz bu dəqiqə və ən çox vaxt sərf etdiyimiz analizlərdən biri o elə open text analizlərdə açıq mətnli, müştərinin bizə yazdığı açıq mətnlərin analizidir. Bu məncə hamının, bu dəqiqə bütün researcherlərin ağrılı yeridir. Ümumiyyətlə biz Kənanla bəzi müzakirələrimiz olanda nə danışırıq? Öyrətmə research əməkdaşın bir növ ömürlük vəzifəsinə keçib sanki. Niyə? Biz müştəri olaraq araşdırma şirkətləri ilə işlədiyimiz zaman bizim requestlər əsasında o şirkətin əməkdaşları data və insight əsasında nələr öyrənir. Eyni zamanda indi də AI çıxıb, əslində o bizim işimizi yüngülləşdirməkdən biz yenə də AI-yə nəsə öyrədirik. Ki bunu daha düzgün versin və bu prosesin girişində qeyd etdiyiniz data təmizlənmə prosesi, yəni mən elə Kənanla olan müzakirələrimizdə də bunu tez-tez vurğulamışam. Zaten research tərəfdə biraz şübhə var. Yəni insanların researchdən çıxan insight-ə hələ ki tam güvəni yoxdur. Və burada data çeşidli olduğu zaman mən data analizdən çox datanın clean olmasına həmişə önəm verənlərdən olmuşam. Yəni analiz onsuz da düz olacaq. Onsuz da müəyyən drag and drop toollarımız var. SPSS, R və yaxud da digər toollarda. Onsuz da bunu tool'un özü verir. Amma data kirli olduqdan sonra o tool'un heç bir işə yaramır. Logical testləri etmək lazımdır ki, data təmiz olsun. Bu eyni zamanda sentimentdə də müəyyən xəta payını kənara qoysaq yenə də təmizləməli oluruq. Bizim yəni işimizin ən çox hissəsi datanın təmizlənməsinə gedir. Düzdür. Tamamilə razıyam. Ona görə bu sahədə mütəxəssislər mütləq lazımdır ki, datanın təmiz olmasına vicdanən əmin olsun, sonra analiz mərhələlərini öyrənərlər. Bəli. Yəni doğrudan da, çünki son analiz mərhələləri bu dəqiqə AI, yəni 2x2-dir. Taskı yazacaqsınız eləyəcək, amma o düzgün datanı ona verməsəz ki, outputlar necə olsun ya, inputlar necə olsun daha doğrusu. Outputu onsa tapaz, bir yol tapıb həll eləyəcək. Yəni çoxdur, tool da dəyişir. Hətta vizuallaşdırmanı da artıq etməyə ehtiyac yoxdur. Datanı əlavə edirsiniz, vizualı özü hazır verir, amma o data təmizlənmə prosesini düzgün icra edə bilməsək biz, artıq o vizualda çıxan nəticə, o pizza qülləsi necədir? Təməl səhv atıldığı zaman mənim əvvəlki rəhbərlərimdən biri qeyd edirdi, datanı əymiş oluruq. Pizza qülləsi kimi data əyilir. Ona görə data nə qədər düzgün olsa, çıxan nəticədə o margin of errorları kənara atmaqla, insanların o güvənsizliyini kənara atmaqla ən azı 70%lik bir düzgünlüyü əldə edə bilirik. Düzgün nəticə əldə edə bilirik. Burada bir dənə də indi gələcəkdə bizim yaşaya biləcəyimiz bir çətinlik də var. Data privacy ilə bağlı. Yəni müştərilərin indi Azərbaycanda bu nə dərəcədə aktualdır, bunu bilmirəm. Düzün desəm məndə belə bir hətta sual yaranıbdı. Çünki keçən dəfə İtaliyada forum banka var idi, bank forumunda. Orada Banki Generale onun nümayəndəsinin dediyi ən maraqlı bir statistika var idi ki,
son dövrlərdə müştərilər privacy agreement-i razılaşmırlar, klik eləmirlər qeydiyyatdan keçəndə və cəmi 10% müştərinin datası var onlarda. Yəni datanı toplaya bilmirlər. İndi belə bir çətinlik də Maraqlı gəlir. insight. Yəni gəlir. Bilmirəm, Azərbaycanda hələ ki bu private o qədər də Bizdə o aktual deyil. saytda da gəlir Mən allow deyim. cookies. Hamı sразу allow eləyir. Yəni bizdə heç kim Hər elə kəs, hələ ki bizdə o biliklilik olmadığına görə biz hər şey allow eləyib gedirik. Accept eləyib bütün cookie'ləri accept edib gedirik. Amma Avropada indi bunu bir bankdan eşitdim və digər banklar da bunu təsdiqlədi ki, onlarda da privacy problemləri yaşayırlar data üzərindən və müştərinin datasını görmürlər. Və müştərinin datasını görməyəndə onlar personalizasiya edə bilmirlər, personalized offerlar edə bilmirlər, kommunikasiyanı qura bilmirlər. Və bu da bizim o danışdığımız həmin o data üzərindən consumer behavior analizi çətinləşdirir. İndi Azərbaycana da gəlib çıxacaq bu problem yəqin ki. Data sahəsində var. Belə bir privacy problemi yaşanır hazırda. Əlbəttə datanı bizə müştəri bağlasa, biz müştərini görməsək, onun məlumatlarını almasaq, məcburən əvvəlki kimi, keçmişdə olduğu kimi bütün sualları müştəridən research vasitəsilə alacaq. Və mənim yadımdadır ki, bir 10 əvvəl, 10 il əvvəl, 5 il əvvəl paper-based research eləyəndə hələ deməli Kraft və yaxud da Unilever kimi böyük şirkətlər Azərbaycanda research eləyəndə inanırsınız o qədər detailed behavior'a aid suallar verilirdi ki, hansı ki bu dəqiqə indi biz onu data üzərindən görürük. Həftədə neçə dəfə alış-veriş edirsiniz, həftədə nə qədər yeyirsiniz, həftədə nə qədər alırsınız, nə qədər pul xərcləyirsiniz kimi sualları biz o vaxtı müştəridən soruşurduq, yəni o research vasitəsində. Hazırda isə onlar hazır var. Yəni datada hər şey var. Retail sahəsində ümumiyyətlə deyək ki, bu grocery shopping sahəsində də supermarketlərin kassa çıxışları var. Bütün data var. İstədiyiniz markanın shelf size-ını hesablaya bilərsiniz, istədiyiniz markanın bazar payını hesablaya bilərsiniz və s. data üzəri. Əvvəl bu yox idi. Əvvəl onlar hamısı bir gedib soruşulurdu. Даже supermarketin çıxışlarında falan sorğular olurdu ki, hesablanıb nə qədər adam giriş-çıxış edir və s. Və o kağız anketlərdə dediyiniz o frekvensiyalar, məbləğlərin də nə qədər real olduğu tam dəqiq deyildi. Çünki insan tam xatırlaya bilmir ki, neçə dəfə alıb bu məhsulu, nə qədər yalan da məbləğ deyə verir. bilər. Təbii. Bəzi hallarda hətta siz özünüz də qarşılaşmış olarsınız. Biz surveylərdə məsələn şəxsi məlumatlar, demoqrafik suallar soruşmaq məcburiyyətinə qaldığımızda gəlir hissəsində insanlar onsuz da bizdə səhv məlumat verməyə çalışır. İki nüans var. Ya çox şişirdirlər, ya da demək istəmirlər. Hə, o qaranlıq nöqtələrdən biridir. Hansı ki, müştərimizin gəlir səviyyəsini müəyyən eləmək üçün dolayısı yollarla fərqli suallar, bəli, həyat tərzi ilə bağlı olan suallarda ümumiyyətlə müştərilərdən çox belə kəskin reaksiyalar da olur ki, nəyinizə lazımdır misal üçün mən istirahətə nə zaman getmişəm, hara getmişəm istirahətə. Researcher'ın pain pointları yəni. Bəli. Biz əslində researcherlərlə bir əlavə research eləsək, o müştərilərin pain pointlərində çıxan o faktorlara qədər bizim özümüzün də nə qədər pain pointlərimiz var ki, bu sahədə əziyyət çəkirik. Hələ ki, amma bilmirəm indi siz İtaliyada o vəziyyəti, o research sektoru necə dəyərləndirirsiniz? Mənim eşitdiyim və danışdığımız, yəni mütaliələrimiz əsasında görürəm ki, Türkiyə ilə Azərbaycan arasında research sektorunda çox böyük fərq var. Bizdə response rate və insanların məlumat vermək, belə deyək, ehtimalı, surveylərə yanaşma, mən özüm şəxsən datanın təmiz olmasına çox əmin olmaqdan yana, hətta sahələrə çıxıram, regionlara, ezamlara gedirəm ki, görüm yerli insanlar verdiyi məlumatlar həqiqətən reallığı əks etdirir, etdirmir. Gördüyüm odur ki, insanlar həqiqətən məlumatlarını verirlər. Amma dediyiniz kimi Avropaya doğru getdikcə artıq o data governance məsələsi işin içinə girdiyi zaman demoqrafik suallara demək olar ki, yəni genderdən başqa heç bir məlumat ala bilməyəcək. Bir location, bir gender. Düzdür. Bizdə qalan məlumatlar artıq fərziyyə əsasında olan məlumatlardır. Amma bizdə hal-hazırda vəziyyət o cəhətdən yaxşıdır.
Bizim insanlar Yaxşıdır, danışmağa konversiyalar başlayır. onlayn sorğularda iştirak eləyirlər müştərilər. Hətta gözlədiyimizdən yaxşı cavab verənlər də olur. Düzdür, segmentlərdən asılıdır. Elə segment var ki, ümumiyyətlə konversiya 0,5% olur və cavab çox az gəlir. Elə segment ola bilər ki, konversiya 10%, 15%, 20% ola bilər. Yəni göndərdiyimiz sorğulardan aldığımız cavablar çox yaxşı olur. Amma mənim misal üçün müşahidəm göstərir ki, onlayn sorğularda insanlar daha obyektiv cavab verirlər, daha səmimi cavab verirlər. Nəinki telefon sorğusunda və yaxud da nəinki üzbəüz sorğuda. O da əvvəldə danışdığımız həmin o cultural bias ola bilər. Yəni onlayn sorğu etdikdə sanki insan özünü daha belə private hiss eləyir ki, onu heç kim görmür və heç kim bilmir ki, bu nə yazır orada və yazır göndərir. Hətta biz onlayn sorğularda daha çox belə negativ feedbacklər toplayırıq, nəinki zənglə və yaxud da üzbəüz sorğularda. Bir Belə dənə bir sual sualım verim. olacaq. Aha, Kənan desən sonra mən deyəcəm. Onlayn sorun uzunluğu nə boydadır? Yəni bir sual deyil, 8 sualdır. Əsas o. O da Çünki 10 rol sualla oynayır onlayn əlbəttə. sorğuda ümumiyyətcə doldurmayacaqlar. Yəni birinci sualdan sonra eyni cavablar gələcək və yola Kim veriləcək doldurmayacaq? sessiyası. 10 dənə sual falan olarsa, yəni hələ minimumdan danışıram. Birinci, ikinci suala cavab verəcəklər, ondan sonraki suallar artıq click-based olacaqdır. Sadəcə klik eləyib keçəcəklər. Düzdür, düzdür. Ona görə biz onlayn sorğularda qısa tutmağa çalışırıq da, onlayn sorğularda 4-5 sual soruşmağa çalışırıq. Bəzən uzun olur, bəzən uzun soruşmalı suallarımız da olur. Amma analiz eləyəndə görürük ki, cavab xətrinə cavab verməyənlər olur orada. Yəni çoxdur. Əksəriyyəti cavabı həqiqətən səmimi şəkildə bildirənlər var. Yəni biz orada problem yaşamırıq. Amma uzun sorğularda əlbəttə drop-off eləyirlər, yarıda buraxırlar. Drop-off rate çoxdur həddindən artıq ki, adam girir 1-2-3 dənə suala cavab verir, sonra görür ki, ay yox, bunun arxası gəlir, çıxır sorğudan. Linki Hətta bağlı. mən burada bir кейsi çox qısa bildirmək istəyirəm. Bizim indi mən 4 ilə yaxındır ki, telekom sektorunda fəaliyyət göstərirəm, amma Azərbaycan əhalisi ümumiyyətlə davranışsal olaraq SMS-ləri oxumur. Yəni bizim researchlərdə də bunu görürük. SMS-ə oxuma maksimum necə oxuya bilirlər? Çox vacib, cərimə olsa cəriməni həmin dəqiqə oxuyurlar. Borcla Üzərində bağlı post sözü bildirişdirsə gəlsə. oxuyacaq. Borcla bağlı bildirişi oxuyurlar. Amma hansısa bir product offer varsa, hansısa bir saleslə bağlı nəsə varsa, insanlar onu skip edir, baxmırlar. Burada da həmin o response rate-in düşük olma səbəbi də vaxtım yoxdur. Onsuz da yəni məcbur eləyən heç kim yoxdur axı qarşısında. Amma telefonla və ya da üzbəüz əslində mən o sualı verəcəkdim Kənandan öncə ki, siz onlayn surveylərə daha çox, surveydən gələn dataya daha çox güvənirsiniz, yoxsa üz-üzə və telefonla? Bir növ sualımın əslində cavabını aldım sizdən. Çox önəm tərəfi onlayn tərəfdir. Çünki insanlar daha açıq cavabları verə bilirlər deyə düşünürsünüz. Mən isə tam tərsini düşünürəm. Niyə? Onlayn anketlərdə mənim qarşılaşdığım data tərəfində çox problemlər var. Ya insanlar sualı düz başa düşmədən cavablayırlar. Mənim qarşılaşdığım problemləri bir sıralayım. Deməli, ya sualı tam başa düşmədən sadəcə random bir cavab atmağa çalışırlar, ya Kənanın qeyd elədiyi sadəcə sualı keçim anketdə olsun xəttinə klikləyirlər. Burada əslində bunun qarşısını almaq üçün randomize funksiyalarımız var toollarda. Onunla müəyyən mənada qabağını almaq olur, amma bu da limitlidir. Digər yandan mən nəyə görə üz-üzə və telefon sorğularının hələ ki mənə görə daha yaxşı nəticə verdiyini düşünürəm. Birbaşa interaction da olur. Niyə? Üz-üzədə məsələn qarşı tərəfin reaksiyasını görə bilir. Sözdə desə bahadır və yaxud da ucuzdur deyə bilər, amma reaksiyadan görür ki, məsələn bu insan həmin produktla bağlı müəyyən yerdə şikayətləri var. İrəlidə başqa suallarda narazılığını çox bildirir. Məsələn NPS-dən geçsə, NPS balı yüksək verir, 10 bal verir. İrəlidə bir çox faktorda yıxır sürür şirkəti, yəni Sonra deyir ki, amma filan şey pisdir. Deyir, hər şey yaxşıdır, 10 bal. Çox faktor deyir ki, məsələn, bu pisdir, bu pisdir, bu pisdir. Artıq anketör deyir ki, siz bayaq tövsiyə edirdiniz, indi hər şeydən narazısınız. Necə oldu da yəni? Bunu yerində müşahidə eləmək olur, amma onlaynda artıq o anketi ya silməli olacaq,
exclude eləməli olacaq. Ya da təkrar o insandan zəng edib müəyyən düzəlişlər etmək, yəni əlavə vaxt məsələləri var. Amma hər Kesin. üçünün pros-konsu var, onunla razıyam. Var. Mən misal üçün onlayn sorğu, əgər məhsul digitaldırsa, onun istifadəçiləri rəqəmsaldırsa və misal üçün mən şəxsən orada onlayn sorğuya üstünlük verirəm. Bu Tam mütləq. razı. Amma segment var. Orada da segment based yanaşmaq. Misal üçün research metodologiyasını seçəndə mütləq segment based yanaşmaq lazımdır ki, bu müştəri offline müştəridirmi? Filiala gedən, misal üçün bank sektorunda bizdə belə bir segment var ki, filiala gedən müştəri, hansı ki SMS-ləri oxumur, push notification'ları oxumur, arada bir banka girir, nəsə eləyir orada, amma qalan heç nə rəqəmsal deyil və onlayn sorğulara cavab vermirlər. Və o müştərilərə biz mütləq zəng eləyirik. Ya zəng eləyirik və yaxud da filialda hətta sorğular da keçirdə bilərik ki, müəyyən mövzuları araşdırmaq üçün. Amma yenə deyirəm, onlayn o error rate-lər var və data cleaning orada onlayn sorğularda böyük rol oynayır. Keçən dəfə misal üçün o MPS dediyiniz mövzuda ən çox yaşadığımız problemlər balı verir, misal üçün 5 verib. Və 5 verəndə 0-dan 6-ya qədər orada logic var ki, nədən narazısınız soruşuruq. Cavabında yazır ki, kim dedi mən narazıyam? Hər şey yaxşıdır, 5 vermişəm də, nə istəyirsiniz? Yəni həqiqətən bu bax belə də yazırlar. Biz o cavabları əlbəttə təmizləyirik. Çünki artıq o və ümumiyyətlə o cavabı surveydən silirik, o anketi silirik. Çünki düz başa düşməyib. O sualı düz başa düşməyibdi. Bəlkə də müştəri 5 yox 10 verə bilərdi. Amma biz onu manipulyasiya edib ona keçirdə bilmərik. Bu düz deyil. Ona görə tamamilə silirik. O cavablardan görünür ki, müştəri səhv başa düşübdü. Bizim cəmiyyətdə o qiymətləndirmə məktəb təhsilində məktəbdən qalıb. olduğu üçün Likert skalalı sualları biz artırıb 0-dan 7-yə, 10-a qaldırmaq. MPS-də çox çətinlik çəkir insanlar. Çətindir. Düzdür. Başa düşmürlər. Balın rankını başa düşmür. Biz izah edə bilmərik ki, manipulyasiya edirik, yönləndirmə edirik. Ancaq işimiz data cleaning tərəfdə. Yəni Hətta bəzən bir verirlər, deyirlər ki, bir verir, sonra biz dəqiqləşdirmək üçün zəng edirik ki, nədən narazıdır deyək ki, bir veribdi. Deyir ki, bir də nömrə birdir də, ən yaxşısıdır, bir nömrədir, mən bir vermişəm. Oh my god, yəni başa salırıq ki, bir çox pisdir, 5 çox yaxşıdır. Yəni o cavablar əlbəttə nəzərə alınmamalıdır. Bu, yəni məncə bu hər bir researcherin yaşadığı problemdir. Evet. Bu var. Okey. Məncə bir dənə ümumi tövsiyələr verək hamımız və Da çox maraqlı söhbət alındı. Əslində çox belə canlı söhbətimiz alındı. İnanıram ki, dinləyicilər də enjoy edə bildilər bu söhbətimizi və özlərinə bir maraqlı nəticə çıxartdılar, faydalı oldu. Mənə maraqlıdır ki, belə bir researcherlər üçün data driven olmaları üçün deyək ki, bir məsləhət versək ki, hansı skill-lərini yaxşılaşdıra bilərlər və yaxud da nəyə fokuslansınlar gələcək üçün? Gələcəkdən nə gözləyir researcherə? Data driven olması üçün. Okay. Mən yenə burada araşdırmacı tərəfdən istəyirəm yanaşım məsələyə. Yəni 2 dənə əlimizdə istiqamət var. Marketing və data. Bunlar artıq indiki dövrdə birləşib. Birgə fəaliyyət göstərir. Ya bu 2 istiqaməti bilən şəxslər var bazarda hal-hazırda. Ya da bu 2 funksiyanın birlikdə işlədiyi şöbələr və funksiyalar, strukturlar var. Yaxşı olar ki, indiki researcherlər datanı öyrənərkən paralel marketinqi də özünür. Niyə görə? Çünki mənim qarşılaşdığım, əməkdaş axtardığım zaman, Kənanın da məncə bu istiqamətdə qarşılaşdığı çətinliklərdən biri odur ki, ya gələn əməkdaş marketinqi çox gözəl bilir, teoriyanı bilir, brand recognition bilir, awareness, hər şey bilir. Yəni teoriyada superdir. Amma analitik tərəfdə o əməkdaş zəif qalır və layihənin icrası zamanı ancaq layihə meneceri kimi sadəcə datanı alsın, hesabata insighti yazsın. Hətta bəzən o qrafikləri oxumağı bacarmır bəzi əməkdaşlarda görürük. Bu zaman interpretasiya, data interpretasiya vacibdir. Mən onlara task manager deyirəm. Storytellingi bilmədikləri üçün sadəcə datanı alım, hesabatı dizayn edeyim, müştəriyə təqdim edeyim və ya rəhbərliyə təqdim edeyim funksiyası olub. Bu da zəif qalır. Sadəcə datanı bilən əməkdaşlar gəlir bizim yanımızda ki, researcher olmaq istəyirəm çünki maraqlıdır
müəyyən data analizləri eləyir, müəyyən insightlar çıxardır. Amma o şəxslərdə də marketinq Fikrini izah edə mind bilmir. olmadığı zaman questionnaire-ni nəyə əsasən quracaqlarını bilmirlər. Yəni survey inflosu necə olacaq? Yəni sadəcə sual xəttində sual olmamalıdır. Giriş, gelişmə, sonuç tuşlar demiş. O flow-nu bilməlidir. İstifadə Sualların edəndən akışı var, başqa sualların quruluşu var, verilmə bəli, tərzi var bəli. və s. Sanki hibrid bir O pozisiya yaranır. Hibrid olmalıdır. Orada həm bəli, data analitik, həm researcher bəli. skilllərini bilən bir həqiqət buna gedir. Əslində bütün Təbii mən ki. gördüyüm Qərbdə, yəni Avropa olsun, hətta Amerikada, Kanadada tələb olunan researcher axtaranda tələb olunan onların data bilikləridir. Həm də data bilikləridir. Yəni researcher olaraq təcrübən olmalıdır, sualları vermək, analiz eləmək, market research etmək və s. o ayrı. Plus sən SQL kod yaza bilməlisən, skript yazmalısan, Python Bug'ı kod bilmək, yazmalısan. Python bilmək. Python'da işləməlisən. Müəyyən vesairə, analizlər vesairə. olur ki, mən misal üçün bizdə indi struktur elədir ki, bizim dataya çox aksesimiz yoxdur, biz özümüz skript yaza bilmirik. Və biz analitika izah eləyənə kimi ki, mənə hansı növ patternları çıxartmaq lazımdır, hansı növ klasteri analizi eləmək lazımdır və mən görürəm ki, analitiklər onları tam başa düşə bilmir. Çünki researcher deyillər və onlar o dataya bir növ belə straightforward baxırlar. Rəqəm Straightforward. olaraq görürlər onlar. X plus Bizim Y üçün kimi onun baxırlar. müəyyən dəyəri var Hə. amma. Müəyyən bir dataya baxır, amma researcher biraz fərqli baxır dataya. Researcher dataya baxanda orada davranış şey axtarır, bir növ pattern axtarır ki, burada nə baş verir və əvvəlki ilin eyni müddətinlə müqayisə var, əvvəlki aylarla müqayisə var. Misal üçün bizə Historical analitikdə tracking-ə bir baxır. ayın datasını çıxardıb göndərir ki, mən analiz elədim bir ayda. Deyirəm, yaxşı bundan əvvəl nə baş vermişdi? Bundan əvvəl 6 ayda nə baş vermişdi? Sonra nə baş verdi? Mən bu aya necə analiz edeyim? Zəng eləyəcək, müştəri deyəcək ki, nə oldu da indi həmin ayda belə bir şey oldu, mən elədim. Bir də eləməyəcəm, misal üçün deyirəm. Bu vacibdir. Ona görə mən şəxsən bütün researcherlərə məsləhət eləyərdim ki, data analitika skilllərini yaxşılaşdırsınlar. Çünki biz indi data dövründə yaşayırıq. Yəni big data dövründə yaşayırıq. Bunsuz alınmır. Heç cürə alınmır. İstəsək də alınmır. Datanı kim sevmirsə, artıq ancaq qualitative researcher kimi fokuslana da bilər. Yəni bu sahə də var. Onu qorxmasınlar ki, researcherlər mütləq mən data analitik olmalıyam. Yox. Ya specialization olacaq qualitative researcher, hansı ki daha çox qualitative interviewları falan eləyir, insightlar çıxardır. Ya da quantitative researcher. Yəni belə qısacası desək. Mən bir dənə məsləhətim olacaq. Bu da storytelling bacarığı, kommunikasiya bacarığı, bir də kitab oxusun. Super. Vəssalam. Düzdür. Tamamilə razıyam Kənan. Çox you nailed it. Necə deyərlər? Tam belə nöqtəyə. Çünki storytelling bu dəqiqə həm researcherlər arasında, həm belə çox adam, çox professional peşəkar arasında storytelling əksikdir. Yəni data, quru data, məsəl üçün chart qoyurlar, reportda mənim gördüyüm ən çox problem, researcherin etdiyi problemlərdən biri. Hesabat hazırlanır, insightları chart şəklində qoyulur. Amma bu nə deməkdir? Yəni bunun interpretasiyasıdır, bunun analizidir. Yəni sırf storytelling şəklində ki, bu rəqəmlər nə deməkdir? Buna böyük ehtiyac var. Yəni buna researcherin skilllərindən, ən vacib skilllərindən biri storytellingdir, düzdür. Mənim çox bir kiçik bir tövsiyəm Buyur, var. buyur. Öz tələbəçilik dövrümdən yadıma düşdü elə bu indi danışdığımız zaman. Bizdə statistika dərsi var idi bakalavr zamanı. Həmin dövrdə statistikanın ümumiyyətlə Hamı nəyə nifrət yarayacağı edir statistika heç dərsi. ağlımıza gəlməyinə. Min, median, mod. Mən düşünürdüm ki, bu məndə harda Mən lazım şəxsən var. zəhləm gedirdi. Amma market research sahəsində işə başlayandan sonra qarşılaşdığım bütün nüanslar, yəni o statistikada olan terminlərin birbaşa qarşıma çıxdığını gördüm. Ona görə indi hal-hazırda tələbə olanlar və yaxud da bu sahəyə marağı olanlar mütləq şəkildə statistikanın təməlini öyrənməlidir. Paraleldə marketinq terminləri, marketinq strategiyalarında istifadə olunan addımları öyrənməlidir ki, hər ikisini mərc eləyə bilsin və Kənanın dediyi kimi
okey, statistikanı öyrəndi, Hı survey hı. etdi, reqressiya elədik, gətirdik, bir chart çıxartdıq. İndi reqressiyadan çıxan nəticə nədir? Onu artıq Haydi. danışmaq lazımdır Yəni ki, Düzdür. bir də sizin dediyiniz o nüans oldu. Bəzən chartları qoyurlar, gəlib elə chartdakı rəqəmi deyir bəzi şəxslərdə, yəni bəzi əməkdaşlar. Sanki elə ən çox odur, onu demək lazım deyil. Məsələn, birinci yerdə 60% budur, bunda güclüyük. Mən həmişə axtarıram ki, historical trackingdə baxım görüm, okey, bunda güclüyük, amma hansındasa bir artım, azalma varsa, storytelling hissəsində onu demək lazımdır ki, burada Düzdür. zəiflədik, burada gücləndik. O birinci faktor o qalmalıdır, onsuz da var. bəli, Və bəli. Amma mütləq research reportlarında o həmin o datadan çıxan analizlərin də insightları olmalıdır backup kimi. Deyək ki, yalnız research reportunda yalnız müştərinin nə dediyi yox, həm də onun data tərəfində elədiyi davranışın insightları da olmalıdır ki, bəli. bu data tərəfindəki validasiyadır və biz bunu surveydə nəticəsi də bu çıxıbdı. Bu storytellingdir. Hər ikisini birləşdirmək, bütün insightları birləşdirib backup etmək, sanki bilikləri o vacibdir. Və statistika dərsi demişkən, məncə o universitetlərdə səhv o qədər darıxdırıcı keçir ki, statistika dərsləri. Mən şəxsən ən sevmədiyim dərslərdən biri statistika idi və ümumiyyətlə mənim üçün belə oh my god o formulalar falan yəni gözüm qaralırdı da ona baxanda. Və amma research sahəsində biz bunu necə istifadə eləyiriksə, bu bizdə həmin o negativ hissi yaratmır. Çünki biz datanı oxuyuruq. Oxuyanda başa düşürük ki, buradakı min buymuş, bunu deməkdir və yaxud da buradakı o regressiya bunu göstərirmiş. Nə qədər bomba bir fikir var da, belə bir adam belə həyəcanlanır o şeyləri oxuyanda insightlar ki, mən bunu başa düşürəm. Yəni bu drive gətirir researcher'a. Ona görə vacib. Yəni statistika. Təəssüf ki, gənc researcherlərə buradan deyək ki, təəssüf ki, statistika dərsinə qulaq asmalı olacaqsınız. Asmasalar da inşallah gələcəkdə iş mühitinə gəldikləri zaman əlavə kurs almalı olacaqlar. Ekstra pul ödəyib öyrənəcəklər. Bəli, ki mən özüm researchdə işləyə-işləyə ekstra pul ödəyib 4 aylıq təhsil almışam, dərs almışam və orada həmin o metrikləri öyrənmişəm. Yəni həmin əziyyəti çəkməmək üçün indidən statistika ilə dışlı olsanız daha yaxşıdır. Çünki işlə çox çətindir. İşlə paralel oxumaq çox əziyyətli bir işdir. Elədir. Bizim ikinci podkastımız məncə ikinci dərsliyimiz kimi oldu. Biz müəllimlər kimi danışdıq, universitet müəllimləri. Əslində Kənan universitet müəllimidir də, həm də universitetdə dərs deyib. Öyrəşmişəm ona görə, amma çox yaxşı inputlar oldu. Yəni məncə çox dəyərli dərslik olacaq ümumiyyətlə bu podkast. Mən yəni tələbələrimə göndərəcəm 100% ki, qulaq asın. Mütləq. İnanıram ki, faydalı olacaq hər kəsə, dinləyicilər üçün. Təşəkkür edirəm hər kəsə. Emil, Kənan, çox sağ olun. Çox maraqlı söhbət elədik və bir researcher, 3 researcher'ın belə ağlamalı vəziyyətləri də oldu ki, dəsmal alıb ağlamaq istədik ki, bu problem var, biz bunu necə çözək? Və gələcəkdə belə deyək, bizim research icmasının elə maraqlı meetuplarından təşkil etmək olar. Researcherləri yığıb həmin o painlərin müzakirəsini və yaxud da painlərə bir solution tapmağa ehtiyac var məncə və həll eləmək lazımdır həmin o problemləri. Və dinləyicilərimizə təşəkkür edirəm. Bizi bu qədər dinlədilər, bizi səbirlə dinlədilər və növbəti podkastlarımızda görüşərik. Maraqlı olan mövzuları mən istəyərdim ki, əslində bizim dinləyicilər yazsın, bizim Telegram kanalında və yaxud da LinkedIn-də. Qeyd etsinlər hansı mövzularda podkastları dinləmək istəyərdilər, hansı mövzunun açaq müzakirə eləyək. Bəlkə həmin mövzu üzrə fərqli spikerlər dəvət edə bilərik. Bu qədər. Yəni təşəkkür edirəm hər kəsə. Təşəkkürlər. Çox sağ olun. Gününüz uğurlu olsun. Təşəkkür edirəm. Görüşmək ümidi ilə. Sağ olun. Sağ olun. Sağ olun.